Salam dostlar. Zərfin cümlədə düzülüş sırası, adverb ordera fikir verək. Zərflərin cümlənin sonunda gələn standart sırası xüsusi bir qayda ilə yadda saxlanılır. Bu, zərflərin baş hərfləri ilə ifadə olunur. MPT, MPTF, MPTEA şifrəsi ilə. Bunu əzbərləyib yadınızda saxlayın. Standart ardıcılıq bu şəkildədir. Manner tərzə hərəkət zərfidir. How sualına cavab verir. Place məkan zərfidir. Where harada sualına cavab verir. Frequency tezlik zərfidir. How often nə qədər tez-tez. Tezlik zərfləri çox vaxt xəbərdən əvvəl gəlir, amma cümlə sonunda olduqda da bu sıra özünü doğruldur. Daha sonra time zaman zərfi gəlir. When sualına cavab verir. Reason, purpose, səbəb, məqsəd zərfidir. Why sualına cavab verir. Gəlin qısa yadda saxlayaq. MPTA. Bu zərflərin baş hərfləridir. Manner, place, time, reason, purpose. Example verilib. Example-a baxırsınız. She sang beautifully, mannered at the concert place there yesterday time'dır. To support the charity. Bu da reason'dır. Videonu bəyənməyi və paylaşmağı unutmayın ki, digərləri də faydalansınlar. Diqqətinizə görə sağ olun.